Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Demək sizin nəzərinizə çatdırım. Bugün aprel ayının 26-sı 2026-cı il 9-cu siniflərin 3-cü zona üzrə buraxılışı keçirildi və onların suallarının həm qrammatik, həm də mətn suallarının izahını nəzərinizə çatdırım. Deməli, elə öz şagirdimin testi əsasında nəzərinizə çatdıracağım suallar. Birinci testdə, yəni 27-ci testdə nə deyir? Deyir ki, şəhərdəki mərkəzə yaxın binalar təmir olundu. Nə etdi? Təmir olundu. Nə? Binalar. Hansı binalar şəhərdəki, yəni mərkəzə yaxın? Burada təyinin əlavəsidir. Həm də təyinin əlavəsi cümlə üzvünün əlavəsi ilə ifadə olunur. Oldu A variantı. Sonra 2-də nə deyir? 2-də deyir ki, hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlidir? Yazılışı ilə tələffüzü fərqlidir. Baxırıq. Sınağı qı əvəzlənməsi baş verir. Niyə? Özündən sonra saitlə başlanan söz gəlir. Bu şəkildə də gəlsə belə olur. Adətən milli sözlərdən söhbət gedir. Sonra ürək x üstü bu qıya çevrilir. Sonra ürək x üstü iştirixə çevrildi. Niyə? Özündən sonra samitlə gələn şəkilçi gəlib. Bir də sevinməz olur sevinməz. N-mıya çevrilir. Elə A variantı doğrudur. 29-da nə deyir? Deyir, verilmiş sözlərdən omonim kimi işlənə bilənləri müəyyən et. Omonim kimi işlənə bilənləri elə buruq və dolu. Biri var buruq, neft buruqlar, biri var saçı buruq. Qız saçın forması. Dolu, biri var dolu qab, biri var təbiət hadisəsi, iri buz parçalarının yağması dolu. Sonra 30-da nə deyir? 30-da deyir ki, mən bunu belə yaxınlaşdırım, daha yaxşı görünməsi üçün. 30-da nə deyir? Deyir, cəsarətli əskərləri mükafatlandıran qayğıkeş insan ordu generalı idi. Ordu generalı idi. Kim? İnsan. Biz yadınızda saxlayın. Əgər idi, imiş, isə ilə ifadə olunubsa cümlənin xəbəri. Avtomatik özündən əvvəlki söz varsa sözlə, söz birləşməsi varsa söz birləşməsi ilə cümlənin bütövlükdə cümlənin xəbəri götürülür. Kim? İnsan. Hansı insan? Qayğıkeş insan. Qayğıkeş insan birinci nöqtəyinin söz birləşməsidir. Biz də bilirik ki, birinci nöqtəyinin söz birləşməsi parçalanmaya adətən məruz qalır. Hansı qayğıkeş insan cəsarətli əskərləri mükafatlandırır? Fe'l sifət tərkibi ilə ifadə olunub. Deməli, nə oldu? Fe'l sifət tərkibi ilə ifadə olmuş təyindir. Oldu cümlə təyin, təyin, mübtada, xəbər. Bu da doğrudur. 31-də nə deyir? Burada bir dənə göz muncuğu səhvimiz var. 31-ci suala baxırıq. 31-ci sualda deyir ki, Eylər Venn diaqramına əsasən altından xətt çəkilmiş hissələrlə bağlı uyğunluğu müəyyən edir. Futbol komandamız bircə xal fərqi ilə rəqib komandadan geri qalırdı. Bir də deyir ki, dilin şəkər, sözün incə, heç kəs sevməz səni məncə. Səni məncə. Gəldik, baxırıq test əsasən. Burada C variantı yazıb, amma B variantı da doğru. Baxırıq, bir, C-ni düzgün verib. Neysə, bir cıdı qoşmadır, bircə xal fərqi ilə. Sonra gəldik digər tərəfdən, qoşmadır nə idi əslində? Həyəcanlanmışam, bilmirəm. Bircə nədir? Bircə xalla məhdudlaşdırıcı ədatdır. Cacə, cümlənin təsir qüvvətini artırır C. Sonra 2-yə baxaq, 2-də. Deyir ki, qoşmadır, məncə, mənim qədər. Heç kəs sevməz səni, məncə, mənim qədər. Bu da oldu, qoşmadır, getdi bura. Qoşma. Mən böyünü niyə yazdım ki? Öyle köş idi. Aha, bu da getdi, qoşmadır bura. Sonra, cümlənin təsiri, fikrin mənbəyini bildirir. Qrammatik mənası var. Bu gedir ortağa. Çünki köməkçinin hissəsidir hər ikisi. Biri ədatdır, biri də qoşmadır.
qoşmanın, ümumiyyətlə köməkçi nisq hissələrin yalnız qrammatik mənası olur. Bu da atdıq bura. Leksik şəkilçidir, heç bir leksik şəkilçi deyil. Zərfə qoşulanda, çünki canın amonimliyi var. Car yerinə görə ədat olur, yerinə görə zərf düzəldən leksik şəkilçi olur, yerinə görə qoşma olur. Zərf düzəldən leksik şəkilçi olsa, onda leksik şəkilçi ola bilər. Deməli, oldu burada B variantı. Bu səhvdir. Gəldik 32-yə baxırıq. Deyir ki, 32-də. Deyir ki, əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu. Aydın oldu, nə hər şey? İclasdan sonra, çıxdıq hal şəkilçisindən sonra gəlmiş, sonra əvvəl bunlar qoşmadır. Bu qoşmadır. Əvvəl, cümlənin əvvəlində gəlmişsə, bu zərf əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu. Bir yadınızda saxlayın. Qoşma adından bəlli olduğu kimi sözə qoşulur, cümlə üzvü olur. Bu öz yerində. Nəyəsə qoşulmalıdır. Ondan da əlavə qoşma ilə cümlə başlaya bilməz. Elə buradan yeri gəlmişdən də onu qeyd edeyim ki, bir qoşmadır, bir də cümlə üzvünün əlavəsi ilə cümlə başlaya bilməz. Bunların ikisinin oxşar cəhətidir. Dedim, yadıma düşmüşkən onu da deyim. Əvvəl zaman zərfidir. İclasdan sonra isə zaman qoşmasıdır. Zərf qoşma, bu da oldu A variantı. 33-də nedir? Cümlədə sifət işlənməmişdir. Hansı cümlədə sifət işlənməmişdir? Yenə o bağ olaydı, yenə o qumlu sahil. Sular ötəydi, dildir. Qumlu sahil, burada birinci nöqtəyin söz birləşməsi, necə sahil var. Hər yaşıl zəmidə, göy biçənəkdə bir vaxt Əmirxanın qəlbi də coşdu. Yaşıl zəmi, göy biçənək, necə? Burada yenə birinci nöqtəyin söz birləşməsi var, yəni sifətdir. Kəndimizin hər tərəfində yaşıl çöllər var. Nə çöllər, necə çöllər? Yaşıl çöllər, yenə birinci nöqtəyin söz birləşməsi var, yəni sifətimiz var. Torpaqdan bahar qoxusu gəlir. Nə edir? Gəlir nə? Bahar qoxusu haradan? Torpaqdan. Deməli, doğru variant oldu, D variantı. Burada nə yoxdur? Sifət yoxdur. Gəldik digər variantı da yeyə də baxaq. O günkü güllərdən çəkildin kənar, bu qərib halını qəmə yozdular. Qərib halı. 34-də baxırıq. Deyir ki, 34. Deyir, verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. İlk öncə cümlələrə baxaq. Başlayın. Parçalanmış buludlar arasında tək-tük ulduz parıldayırdı. Nə edirdi? Heç bizdən cümlə təhlili soruşmur. Başlayırlar. Baxaq da. Parıldayırdı. Nə? Ulduz. Necə ulduz? Tək-tük. Parçalanmış bulutlar arasında. Harada? Bulutlar arasında. Hansı bulutlar parçalanmış? Keçək ikinciyə baxaq görək. Belə bir vaxtda Hürü xanımın qapısını döydülər. Nə etdilər? Döydülər. Nəyi döydülər? Haranı döydülər? Daha doğrusu Hürü xalanın qapısını tamamlıq. Üçüncü nöqtəyin söz birləşməsindən ifadə olmuş tamamlıq. Belə bir vaxtda nə zaman? Belə bir vaxtda. Sonra 1945-ci ilin bürkülü may gecəsi idi. İdini mən təkcə xəbər kimi götürə bilmədiyimə görə may gecəsi ikinci nöqtəyin söz birləşməsi. Təzədən ilin gecəsi üçüncü növ daxil olub ikinci növün daxilinə. Ondan da əlavə 1945-ci ilin bürkülü may gecəsi. Bunlar hamısı birgə cümləmin xəbəri götürür. Yəni şəxsiz cümlədir. Gəldik. Deyir ki, doğrudan doğrunu, yanlışdan yanlışı götürək. Gəldik. Deyir ki, burada unudub. Burada işarələyib, amma testin üzərində göstərməyib. Doğrudur bu da. Testin. Birinci cümlədə uyğun fikirləri soruşursa məndən. Birinci cümlədə baş üzvlərin hər ikisi iştirak etmişdir. Bəli, həm mübtəda ulduzdur, parıldayırdı, xəbərdir. Digərlərində isə bircə dənə xəbərdən istifadə olunub. Sonra həm ikinci, həm də üçüncü, bir burada doğrudur.
həm ikinci, həm də üçüncü cümlə qeyri-müəyyən şəxslidir. Bir baxaq görək. Həm ikinci, həm də üçüncü. Xeyr, üçüncü şəxsiz cümlədir. İkinci isə qeyri-müəyyən şəxsiz cümlədir. Döydülər. Yəni kimlər? Onlar. Xəbər üçüncü şəxsin cəmindədir və mübtədası yoxdur. 2 səhvdir. Sonra gəldik 3-ə baxaq. Yanlışdan yanlışa. Xəbəri üçüncü şəxsin təkində olan üçüncü cümlənin mübtədası təsəvvür edilmir. Bəli, şəxsiz cümlə bu doğrudur. Yanlışın adda verilib, amma doğrudur, götürmürəm. Çünki şəxsiz cümlənin mübtədası üçüncü şəxsin təkində olur və adətən mübtədası təsəvvür edilmir, heç bərpa da olunmur. Bu doğrudur. Gəldik sonra. İkinci cümlə birinci cümlədən fərqli olaraq ümumi şəxsli cümlədir. Xeyr, ikinci cümlə qeyri-müəyyən şəxsi cümlədir. Üçüncü cümlə şəxsiz cümlədir. Birinci cümlə isə müəyyən şəxsi cümlədir. Səhvimin də biri budur. Oldu nə? 1 və 4. Sonra 35-ci sualda nə deyir? Deyir ki, mış, miş, muş, müş şəkilçisinin feili sifət şəkilçisi kimi işlənmədiyi nümunəni müəyyənləşdirin. Feili sifət kimi olanda avtomatik bu sifətin sualına cavab verib cümlədə təyin olmalıdır. İndi bir-bir cümlələri baxaq görək nə istəyir bizdə. Mənim qızım oxumuş qızdır. Özü bir qərara gələr. Necə bir qızdır? Oxumuş qızdır ki, mənim qızım necə oxumuş. Bu da feili sifət. Birlər avtomatik gedir. Ağaclar dırmaşmış dəcəl uşaq tək. Nə etmiş? Dırmaşmış. Burada isə mış, 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 mış nəqli keçmiş zamanı şəkilçisidir. Çünki mış, 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 mış sözlərin amonimliyi olduğu kimi şəkilçilərin də amonimliyi olur. Mış yeri gəlmişkən olur həm keçmiş zamanın şəkilçisi. Feili sifətin şəkilçisi olan da isə bir də feili sifətin şəkilçisi olur. Oldu nə? 2. 3-ə nə deyir? Düşünülməmiş addım fəlakət gətirə bilər. Fəlakət hansı addım düşünülməmiş? Bu da bizə lazım deyil. Sonra sənlər də o adamları görünmüş. O adamları görünmüş. Nə edibmiş? Görünmüş. Biri də budur. Yatmışları razı deyiləm, kimsə oyada. Mirzə Ələkbər Sabirin şeirindən verilmiş misradır. Yatmışları. Bu da feili sifətdir. Yatmışları feili sifətdir. Tamamlıq vəzifəsindədir. Oldu nə? 2 və 4. Sonra 36-da nədir? Deyir ki, 36-ya baxırıq. 36-da mənə deyir ki, nümunə haqqında fikirlərdən biri doğrudur. Mən çox təkid etdim, amma qəbul etmədi. Qəbul etmədi. Kim? O. Mən çox təkid etdim. Təkid etdim. Kim? Mən. İndi getdik, bunların baxaq görək nəyimiz var, nəyimiz yox. Nədir? Nəqli cümlələrdən təşkil olunmuşdur. Bəli, ikisi də bitmiş fikir bildirən mürəkkəb tabesiz mürəkkəb cümlədir. Doğrudur. Digərlərə baxaq görək. Tamamlıq və zərflik işlənmişdir. Zərflik işlənə bilir. Nə qədər təkid etdim? Çox. Kəmiyyət zərfliyidir. Var. Amma tamamlığımız yoxdur. Tərəfləri yalnız intonasiya ilə bağlanıb səhvdir. Qarşılaşdırma bağlayıcısı ilə bağlanıb. Amma, ancaq, lakin, fəqət isə halbuki. Yalnız tabelilik əlaqəsi işlənmişdir. Burada yalnız tabelilik əlaqəsi yoxdur. Tabesi əlaqəsi də var. İndi getdik. Ümumiyyətlə, tabelilik əlaqəsi nədir? Tabelilik əlaqəsi özünü harada göstərir? Uzlaşma əlaqəsində göstərir, idarə və yanaşma əlaqəsində göstərir. Tabesi əlaqəsi də özünü göstərir. Həm həmcins sözlər arasında, bərabər hüquqlu sözlər arasında, həm də bərabər hüquqlu mürəkkəb cümlələr arasında. Biz görürük ki, burada mürəkkəb cümlə var. 2 dənə müstəqil cümlədir. 2 müstəqil cümlədir. Yəni, tabesiz mürəkkəb cümlədir. Yəni, tabesi əlaqəsi var burada. Tabirlik əlaqəsi də mübtəda ilə xəbər arasında, yəni uzlaşma əlaqəsində olur.
Məsələn, tutalım, mən təkid etdim ki, mən. Burada uzlaşma əlaqəsi var, yəni tabirlik əlaqəsi var. Çox təkid etdim. Nə qədər təkid etdim. Digər əlaqələrdən var. Digər əlaqə, yəni doğru variantımız oldu, A variantı. Sonra gəldik burada baxaq. Cümlə üzvlərindən biri söz birləşməsi ifadə olunmuşdur. Xeyr, söz birləşməsi yoxdur, amma mürəkkəb tərkibi feil var. Məsələn, təkid etdim. Bir də qəbul etmədi. Bunlar mürəkkəb feillərdir. Tərkibi feillər sayılır. Bunlar oldu nə? 36-da A. Deməli, keçdik bunların ardınca mətnlərin izahı. İlk mətnimizin izahına keçək. Deməli, ilk mətnimizi belə yaxınlaşdırıram. Buradan izahını verdiyimə görə yaxınlaşdırım. Siz oxuyun, istəyirsiniz. Sonra videonu dayandırıb, sonra testlərinizi yoxlaya bilərsiniz. Aha. Geçdik suallarda. 37-ci sualda nə deyir? 37-ci sualda deyir ki, mətndə üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Mətndə üzərində rəqəm yazılmış sözlər hansılardır? Üzərində rəqəm yazılmış sözlər. Bir cığırla sözüdür. Bir də, mən bunu tez-tez silməsəm, bir də aləm sözüdür. Aləm sözüdür. İndi oradan yola çıxaq biz. Bu hissə lazımdır bizə. Aha, deyir ki, baxaq görək. Deyir ki, kontekstə görə istiqamət mənasındadır. Nə cığırı, nə də aləm sözünün kontekstə görə mənası istiqamət deyil. Məcazi mənadadır, bəli. İkinci var ha. İkinci deyir ki, cümləni oxuyaq. Yardan oxuyaq buradan. Deyir ki, adi əlifba kitabı da olmadan necə cəsarət edib belə böyük bir işə girişə bilərdi. İşə girişə bilmək frazoloji birləşmədir. İşə girişmək. İşə girişmə bu frazoloji birləşmə olduğuna görə məcazidir. Birə atıram, ikiyə atıram B-ni. Sonra bu əsər Azərbaycan ədəbiyyatında yeni cığır açdı. Burada frazoloji birləşmə məcazi mənada cığır açmaq. Cümləsindəki kontekstdən fərqli mənada işləmişdir. Bəli, kontekstdəki söz deyir ki, o gündən sonra Salman hər gün səhər cığırla təpəyə uçuq tövlənin yanına əlində bel, balta, köhnə vedrə ilə tək tənha qalxır. Nəysə, sözümüzün canı cığır, yəni yol deməkdir, cığır. Buradakı isə buradakı C variantındakı cığır. Ədəbiyyatda ki, cığırdan, yoldan söhbət gedir. Ədəbiyyatımızda yeni cığır, yeni bir dəstxət, yeni bir yol, yeni bir zamandan söhbət gedir. Yeni bir cığırdan. Mətndəki həqiqidir, bu məcazidir. Bu ona görə mətndən fərqli mənada olduğuna görə C atılır bura. Sonra digər tərəfdən nə deyir? Baxaq görək. Kəndin aşağısı ensiz və dar yollardan ibarət idi. Cümləsində ifadə etdiyi məna işləmişdir. Bəli, ümumiyyətlə cığır, yəni dar, ensiz yol deməkdir. Bu da atırıq. Cığır bunun qarşısına oldu nə? 1C-D, 2B. Oldu Y variantı. Bu doğrudur. Sonra gəldik 38-də. Mətnə əsasən hansı hadisəni əsaslandırmaq mümkündür? Köhnə məktəbin yerinin bəyənilməməsi, onun necə əsaslandırılması yoxdur. Salmanın köhnə məktəb əvəzinə yenisini tikdirməsi, orada ümumiyyətlə köhnə məktəb deyil, tövlə kimi, tövlə idi, tövləni deyildi, təmir eləyək. Kənd sakinlərinin danışığının yaxşı olması, əksinə kənd sakinləri orada yaxşı deyil idi ki.
Hətta cəmaət təəccüblə qarşılayır ki, biz torpaqda işləmişik, övladlarımız da işləyəcək, biz belə xoşbəxtik. Məktəb açılması üçün məhz Salmanın kəndə göndərilməsinin səbəbi əsaslandıra bilərik. Məni bura, baxın, məni bura göndəriblər ki, sizin uşaqlarınızı oxudum. Bunun fikrini əsaslandırmaq olar, bu da doğrudur. Sonra 39-da nə deyir? Deyir ki, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Hadisəni nəql edən şəxslə bağlı doğru fikir, yəni başqa adam idi, başqa bir insan idi. Salman ona dərs deyirdi sinifində. Salmanla bağlı yanlış fikir. Salmanın açdığı məktəbdə təhsil alır, onun yetirmələrindən də biz mətndə görürük. Digər sakinlərdən fərqli olaraq Salmana tövləni təmir edərək məktəbə çevirməkdə kömək edir. Əksinə görürsünüz, burada da deyir ki, Salman hər gün dar cığırla əlində bel, balta, köhnə vedra ilə tək tənha qalxır o yolu. Bu uyğun deyil. Sonra yanlışa baxaq görə, yanlış nə idi? Salmanla bağlı yanlış fikir. Cəmaatın məktəb binası üçün təklif etdiyi yerə etirazını bildirir. Salmanla bağlı yanlış fikir. Bu yanlışdır. Doğma kəndində məktəb açmaq təşəbbüsü narazılığa səbəb olsa da məqsədinə dönmür. O onun doğma kəndi deyildi. O onu kəndə yollamışlar. Bax, deyir ki, məni bura göndəriblər. Mən yoldaşlarımla yığıncaq keçirilən təpəyə tənginəfəs çatanda solğun bənizli oğlan Salman adamların qarşısında çıxış edirdi. Məni bura göndəriblər. Biz burada görürük ki, onu göndəriblər. Bu da yanlış fikirdir onun haqqında. Oldu buradan 1, 3, bir də 4. Oldu C variantı. Bu da doğrudur. Sonra gəldik digər tərəfdən 40-a baxırıq. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Doğru fikirləri müəyyən edin. Baxaq görək. Doğru fikir. Kənd cəmaatının təəccübünə səbəb olur. Salmanın təəccübünə səbəb olur. Doğru fikirlər deyirsə. Deyir ki, kənd cəmaatının təəccübünə səbəb. Salmanın insanlar qarşısında etdiyi çıxış. Bəli, orada qarşısına çıxış eləyəndə cəmaat təəccüblə qarşılayır ki, oxumaq hara, biz hara. 1. Sonra hadisəni nəql edən şəxsin kəndə alim kimi qayıtması, orada elə bir fikir yoxdur. Kənd cəmaatının təəccüblə səbəb, burada məsələn oğlan qayıdır, deyir ki, artıq köhnə məktəbdən əsər əlamət, Salman artıq həyatda yox idi. İndi, buradan oxuyaq. İndi mən kəndimizə alim olaraq qayıtmışam. Alim olaraq qayıdıb, amma xalqın ona təəccüblə, cəmaatın ona təəccüblə baxmasını biz görmürük. Qayıtmışam. Artıq köhnə məktəbdən əsər əlamət qalmamışdı. Yeni məktəb binasının açılması həsr olunmuş tədbirdə fəxri yerdə əyləşmişdim. Artıq burada da biz bilirik ki, ona fəxri yer veriblərsə, artıq insanların fikri, düşüncəsi dəyişib. Məktəb də var, yeni bir məktəb də var. Deməli, artıq insanlar arasında övladlarını təhsilə yönləndirənlər çoxalmışdı. Salmanın uşaqları təhsilə cəlb etmək istəyi, bəli, yenə qeyd edirəm, kənd cəmaatı hətta təəccüblənir, biz torpaqda işləməyi üstün tuturuq məktəbdə. Sonra 1-3. Sonra Salmanın təəccübünə səbəb nə ola bilərdi? Kənd cəmaatının təhsilə biganə münasibəti, bəli. Oldu nə? B variantı. Sonra digər tərəfdən 41-ci suala baxırıq. Mətnin sonuncu abzası ilə bağlı yanlış fikri müəyyənləşdir. Biz abzasının sonunda görürük ki, artıq Salman yoxdur. Bu əsəri nəql edən onun şagirdi alim qismində gəlib yurduna, yuvasına, yeni məktəb açılıb. Sonra baxaq görək yanlış fikir. Zamanla kənd cəmaatının təhsilə olan münasibəti dəyişir, bəli. Burada da biz görürük.
Yeni layihə, yeni məktəb. Sonra müəllimin başlatdığı iş öz səmərəsini vermir. Əksinə Salmanın başlatdığı iş öz səmərəsini verir. Oğlan alim kimi gəlir. Onun əsas məqsədi nə idi? Çalışırdı ki, uşaqları elmləndirsin. Məktəb tikirlər, yeni məktəb binası açılır. 2. Sonra əvvəllər fikirləri xoş qarşılanmayan şəxs indi rəğbətlə xatırlanır. Bəli, artıq hamı inanır ki, Salman şövqlə girişdiyi iş puça çıxmayıb. Hamı artıq o böyük qəhrəmanlıq göstərib, kasıb uşaqları üçün yeni bina, bir aləm yaradıb. Burada biz onun fikri görürük. Köhnə məktəb yenisi ilə əvəzlənib. Burada var o fikir. Cümlə, səbəbindən asılı olmayaraq təhsil alan şəxslər sonradan öz kəndlərinə qayıtmaq istəmirlər. Əksinə, Salmanın dərs dediyi oğlan, insan yenidən öz məktəbinə alim olaraq qayıdır. Oldu 1, 2 və 5. Bu da doğrudur. Sonra 42. Mətndə nöqtələrin yenə uyğun olan ifadəni müəyyən edin. Nə olacaq burada? Burada bu hissədə sizdən xahiş edirəm. Mənə nə olacaq? Mənə əl tutasınız. Yəni kömək edəsiniz. Bu da doğrudur. 43. Hansı deyimlə mətndəki əsas fikri qüvvətləndirmək olar? Əsas fikir. Biz burada görürük ki, elmdən, ilk öncə elmsizlikdən, məktəbin olmaması, Salmanın da əsas qayəsi nə idi? İnsan kəndin uşaqlarına elm vermək. Elmdən keçməyən yolun sonu qaranlıqdır. Oldu. Doğru cavab D variantı. Bu da doğrudur. Gəldik digər tərəfə. 44-cü sualda nə deyir? Deyir, mətndə əvvəldə işarə qoyulmuş sözlərə əsasən cədvəldəki uyğun fikri müəyyənləşdir. Uyğun fikri, baxaq görək, əvvəlində işarə qoyulmuş. Karıxmış sözüdür. Bir bu karıxmış, bir də işə girişə bilərdi. İşə girişmək. Baxaq görək. Kontekstə əsasən sözün mənası, bir də sözün qarşılıq işləndiyi cümlə. Baxaq. Deyir ki, karıxmaq, nə edəcəyini, nə deyəcəyini bilməmək, özünü itirmək. Bu doğrudur. Bu doğrudur. Sonra gəldik, baxaq görək cümlə işlənibmi orada? Qardaşım atamın dediklərini eşidincə çaşıb qaldı. Yəni karıxdı. Burada doğrudur. Sonra gəldik digər tərəfə baxaq görək. Bilir ki, ciddiyyətlə bir işə başlamaq, burası da doğrudur. Sonra ona idarədə fərqli işə girişməyin, fərqli işlərə nəzarət etməyə tapşırmışdılar. 6-da. 6 ona uyğun gəlmir. İşə nəzarət etməyi tapşırmaq. Bu uyğun gəlmir. Oldu nə? 1, 2 və 4. Doğru variant. Y variantı. Gəldik. Deməli, orada şagirdimin dediyinə əsasən nə deyirdi? Dedi ki, müəllimə cədvəl vermişdilər. Oğlanın xüsusiyyətinin əsaslandırılması. Deyir, yazdım ki, qətiyyətlidir. Sonra qətiyyətlidir. Nə deyir cədvəl əsasən? Qətiyyətliliğini yazdım deyir. Qətiyyətlilikdən də yazdım ki, yəni bu qədər çətinliklə qarşılaşır, üz-üzə gəlir çətinliklə, amma yolundan dönmür, istədiyinə çatır. Bu dediyinə əsasən doğrudur. Doğrudur. Hətta mənim üçün burada bir balaca bir mesaj da qoyub ki, müəllimə sizə görə yazdım. Maşallah da yaxşı yazıb. 30-dan 29 dənə düzümüz var. Sonra mətnə əsasən əvvəlində rəqəm yazılmış ifadələrin qarşılığını bir baxaq görək, rəqəm yazılmış ifadələrin qarşılığı rəqəm yazılmış. Biri var, təngi nəfəs, təpəyə təngi nəfəs çıxmışdı. Sonra ummaq əbəsdir. Bir də puça çıxmaq.
Görüm necə verib, onu da düz verib. Nəfəsi kəsilmək mənasında, yəni yorulmaq kimi. 2. Mənasızdır, əbəs yerə, yəni mənasız yerə kömək istəmək. Bir də başa çıxmayıb, bu da doğrudur. Bu da doğrudur. Bu mətnimiz 10-a 10 düzdür. Keçək digər publistik. Publistik mətni də yaxınlaşdırıram. Ağıllı layihə. Siz də oxuyun. Sonra testinizi yoxlayarsınız. Getdik. 47-ci testdə nə deyir? Deyir, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə bu haqda məlumat var, mətndə bu haqda məlumat yoxdur. Baxaq. Deyir ki, yeni şəhərdə insanlar təmiz ekoloji şəraitdə yaşayacaqlar. O burada olmalıydı. Təmiz havada, ekoloji havada bu hissələrdə şəhər layihəsinin təqdim mərasimində bildirir. Sənaye inqilabından sonra maşınlar, fabrika şəhəri yaşanılmış hala gətirilmiş. Masada proqnozu göstərir 2021 qazların artması, dəniz səviyyəsinin artması təkcə ekoloji çirklənmə səbəbindən insan həyatı bir şəhərdə isə şəhər zərərli qazı olmayacaq bir məkan ömür sürəcəklər. Şəhər, aha, belə bax buradadır. Burada elə mənası var onun. Baxın, elə işarə. Baxın, deyir ki, bizim yeni salınacağımız şəhərdə isə sakinlər zəhərli qazların olmayacağı bir məkanda ömür sürəcəklər. Burada onun mənası. Nəyə soruşur? Bu haqda mətndə məlumat var. Sonra, layihənin yekunlaşması qısa müddət ərzində düşünülsə də iqlim şəraiti buna imkan vermir. Burada deyir ki, 50 il çəkəcək onun. Bax, burada deyir ki, binanın tikilməsi 50 ilə çəkə biləcək. Tezlikdən söhbət getmir. Sonra, 3-də, mətndə bu haqda məlumat, 3-ə baxırıq. Deyir ki, mətndə bu haqda məlumat yoxdur. Mirror Line layihəsi minlərlə insanın işlə təmin olunmasına şərait yaradacaq. Burada işlə bağlı, insanların yaşamasından bağlı söhbət gedir. Amma ki, işlə təmin olunması haqqında məlumat yoxdur. Bir də, şəhərdə insana məxsus işləri yerinə yetirə bilən avtomat maşınların sayı insanların sayından çox olacaq. Avtomat maşınların sayı çox olacaq. Oldu nə? 1 və 3. Bu da belə. Sonra gəldik 48-də. Verilmiş fikirlər mətndəki boş çərçivələrin yerinə hansı ardıcıllıqla əlavə edilsə, məzmun ardıcıllığı pozulmaz. Məzmun ardıcıllığının pozulmazlığından söhbət gedir. Baxaq görək boşluqlar. Deməli, bir yaxınlaşdırın. Getdik. Deyir ki, birinci baxaq görək. Deyir ki, Mirror Line adlı bu layihədə tikintisi nəzərdə tutulan 2 nəhəng güzgü kənarlı binanı şəhəri inşa etmək üçün 1 trilyon dollara yaxın vəsait ayrılıb və şəhərcik 2 uzun binadan ibarət olacaq və 170 kilometrə qədər uzanan nəhəng divara bənzər bina sahildən başlayıb bir-birinə paralel uzanan güzgülərlə bəzədiləcək. Bunu atdıq bura. Şahzadə layihənin təqdimat mərasimində bildirib. Bildirib ki, tarix boyu şəhərlər öz vətəndaşlarını qorumaq üçün salınıb, sənayeləşmə inqilabından sonra maşınlar, fabriklər, şəhərləri yaşanılmaz hala gətirib. Ekoloji problemlərdən söhbət gedir. Elə tam da bu cümlə ilə üst-üstə düşür. Sonra, Şahzadə bu layihənin 2030-cu ilə qədər hazır olmasını istəsə də, biz ora əlavə şəhərciyin ölkənin neftdən asıllığına son qoyacağına əmin olan Şahzadə prosesi sürətləndirməyə çalışır. Şahzadə bu layihənin 2030-cu ilə qədər hazır olmasını istəsə də, lakin mühəndislər belə nəhəng binanın tikilməsinin 50 il çəkə biləcəyini bildirirlər.
Sonra getdik, deyir ki, ehtiyac olduqda texnologiyanın ən son nailiyyətləri tətbiq edilməklə yaradılan müasir nəqliyyat vasitələri şəhər sakinlərinin istifadəsinə veriləcək və lazım gəlsə velosiped yollarda salınacaq. Bu da deməli doğrudur. Oldu nə? A variantı. Sonra 49-da nə deyir? Deyir ki, hansı izah mətndə altından xətt çəkilmiş sözlərdən birinin kontekstinə görə mənasına uyğundur? Burada vəsait ayrılmaq, bir şey köçürmək mənası, pul mənasında köçürməkdir. Heç bir mənasına uyğun gəlmir. Elə burada sənayeləşmə inqilabı. İnqilab, bilirsiniz nə mənadadır? Zoraki ictimai çevriliş. A variantı. 50-də nə deyir? Mətndə üzərində rəqəm yazılmış hansı sözlər həqiqi mənada işlənmişdir? Baxaq görək. Deyir ki, hökumət səhranın ortasında yeni və müasir bir şəhər salmaq. Ortasında. Səhranın ortası ola bilər. Bu doğrudur. 1. Sonra 2. 1 milyarddan çox insan zərərli qazların artması. Zərərli qazlar da doğrudur. Sonra 7 milyon insan həyatını itirir. Biz əşyanı itirə bilərik. Bu məcazi mənadır. Bundan işimiz yoxdur. Ömür sürmək, maşın sürmək olar. Bu da məcazi mənadadır. Bir də baxaq görək. Nə oldu? 1, 2, 5-ci hardadır? Baxım görüm 5-ci. Hanı 5-ci? Aha, bura. Xüsusilə köçəri quşlar ola bilər. 1, 2, 5. Oldu nə? 49-da C. Sonra gəldik 51. 51-də deyir ki, mətnə əsasən doğru fikirləri müəyyən edin. Mətnə əsasən doğru fikirləri müəyyən edək də. Mətnə əsasən yeni şəhərin enerjisi tükənməyən enerjidən alınacaq. Baxaq gör, tükənməyən enerjidən. Elə bax, burada məlumat var. Bax, şəhər öz enerjisini külək və günəşdən alacaq. Bina daxilində olan şəhərcikdə insan sayına məhdudiyyət qoyulacaq. Elə bir fikir yoxdur. Salınacaq şəhərdə nəqliyyat vasitələrindən istifadə olunmayacaq. Əksinə, elə burada var. Binada uzun digər hissədir. Buralarda deyə istifadəyə veriləcək. Hətta deyir, lazım gəlsə velosiped yollarda açılacaq. Nəysə. Binanın tikintisi üçün yüksək məbləğdə pul nəzərdə tutulmuşdur. Burada o var. 1 milyondan çox. Layın tikintisi üçün 2 nəhəng güzgü 1 trilyon. Elə bax burada 1 trilyon dollara yaxın vəsait ayrılıb. Oldu bu. Sonra gəldik digər tərəfdən. Oldu 1-4. Mənfi nəticələrin daha çox olacağını düşünülməsi. Mənfi nəticələr var, amma daha çox düşünülməsi fikri yanlışdır. Bax, ekspertlər bu şəhərin mənfi cəhətlərini də qeyd ediblər. Çox olması yox, amma qeyd ediblər. Var burada fikir. Oldu nə? Y variantı. Bu da doğrudur. Sonra gəldik digər tərəfdən. Sonra 52-də. 52-də deyir ki, kompleksin eyni zamanda çox geniş olmayan torpaq sahəsi ərazidə yerləşdiyi bildirilir. Cümləsi ilə ziddiyyət təşkil edən fikir neçənci abzasda verilmişdir. Baxaq görək. 64 kvadrat metr. Baxaq görək. 2 ilə, baxaq görək. 2 ilə 6-da ola bilərmi? Mirror Line adlı bu layihə tikintisi nəzərdə tutulan 2 nəhəng güzgü kənarlı binanı şəhəri inşa etmək üçün 1 trilyon dollara yaxın vəsait ayrılıb və 170 kilometrə qədər uzanan məsafə, uzanan nəhəng divar. Bu buradan ona zəmin yaradır ki, ərazisi daha böyükdür.
Bir də 6-cıya baxaq görək. Şəhər böyük ərazini əhatə edən, biri də budur. Şəhər böyük ərazini əhatə edən, bu da oldu nə? Ziddiyyət təşkil edən cümlə. Doğru cavabın biri bu. Keçək digər testin izahlarına. 53-də nə deyir? Şahzadənin layihə haqqında fikirlərinə əsasən demək olar ki, qlobal problemlər insan həyatı üçün günü-gündən təhlükə yaradır. Bəli. Elə bax burada çıxışında Şahzadə layihənin təqdimat mərasimində bildirib. Sənayeləşmə inqilabından sonra maşınlar, fabriklər, şəhərləri yaşanılmaz hala gətirib. Elə bax bu da, insanların zərərli qazların artması və dəniz səviyyəsinin qalxması səbəbindən şəhərləri tərk edəcək. Elə bax buradan, bu hissədə biz o məlumatı görürük. Oldu nə? Doğru cavab kimi G variantı. Gəldik, mətnə əsasən hansı hadisənin səbəbini müəyyən etmək mümkündür? Binanın tikintisinin sahildə başlanmasının haqqında səbəb bəlli deyil. Ağıllı layihənin mənfi cəhəti nə idi? Baxaq görək. Mənfi cəhəti. Buralarda olacaq mənfi cəhət. Zərərli xidmət sahibilə nə deyir orada, bir dənə də baxım. Bina tikintisi. Ağıllı layihənin mənfi cəhəti. Ekspertlər bu şəhərin mənfi cəhətlərini də qeyd ediblər. Belə ki, binanın tamamilə güzgü kimi görünən şüşədən ibarət olması canlılar, xüsusilə köçəri quşlar üçün təhlükə hesab olunur. Bu onun mənfi cəhətidir. Səbəb. Sonra, insanların gələcəkdə şəhərləri tərk etməsinin, onun haqqında da məlumat var. Çünki zərərli qazlar, bax burada deyir, zərərli qazların artması, dəniz səviyyəsinin qalxması səbəbindən şəhərlər tərk ediləcək. Bu da var. Bir də Şahzadənin narazılığı, orada elə bir fikir yox idi. Lazımı xidmət sahələrinin yaxın məsafədə yerləşməsi, o da var. Bax burada, bu şəhərdə bütün zəruri xidmət sahələri, habelə məktəblər, xəstəxanalar, istirahət məkanları elə yaxın inşa ediləcək ki, insanlar nəqliyyat vasitələrinə ehtiyac duymadan həmin məkanlara rahat gedə biləcəklər. Deməli oldu, bu da doğru. Gəldik, nə deyir? Deməli, şagirdimin dediyinə əsasən yazıb burada, o da doğrudur. Çərçivə verib, əsas mətin, o birinci mətinlə bağlı, birinci mətin. Bir də çərçivədəki bu mətində. Dedi ki, müəllimə, əsas mətin haqqında məlumat demişdi, çərçivədəki mətin haqqında məlumat demişdi. Bir də onların ortağı, bir Venn diaqramı kimi də. Əsas mətinə yazıb ki, uzun olurlar. Sonra nə yazıb? 710 metr məsafə, neysə. Robot sayı insandan çox olur. Sonra sürət qatarları istifadə ediləcək. Əsas mətndə düz verib. Sonra çərçivədəki mətin 39 mərtəbəlidir. 39 mərtəbəlidir. Bəli, deyir burada 39 mərtəbəlidir. Nəhəng binadan ibarətdir. Sonra çoxlu qapısı var. Götürmək olar. Ortağa da yazıb ki, şəhərdə olan hər şey bu binanın da cəmləşəcək. Bəli, məsələn, aralı məsafələrdə yerləşən obyektlər, məsələn, xəstəxana olsun, məktəb olsun, digər insanların zəruri ehtiyaclarını tələb edən obyektlərin yaxın məsafədə olması, bir də nəhəng binalardır. Bunların hər ikisini ortaq kimi götürmək olar. Bu da doğrudur. Doğrudur. Sonra gəldik, bir də
mətndə nöqtələrin yenə uyğun olan həqiqi məcazi mənalı ifadə yazmağını dedin müəllimə. Demişdilər, istəyirmiş. Bura yazıb. Yazıb ki, hökumət səhranın ortasında yeni və müasir bir şəhər salmaq istəyir. Bu həqiqi mənadadır. Bir də şəhər salmaq nə yazıb? Qərarına gəldilər. Qərara gəlmək olmaz, frazoloji birləşmədir. Bu da məcazi mənalı ifadədir. Bu da tam doğru. Deməli, nə oldu? 30-undan 29 dənə düzümüz oldu. O bir dənə qrammatik sualda göz muncuğumuz var. Ev yoxdur. Bu da yaxşıdır. Belə, izahlarımızı verdik. Bütün uşaqlara uğurlar arzulayıram. Hər birinizin canı sağ olsun. Hər biriniz müəllimələrinizin üzünü ağ eləməyi sizə Allahdan diləyirəm. Əziyyətinizin yerdə qalmamasını, valideynlərinizin əziyyətinin yerdə qalmamasını həmişə arzulamışam və istəyirəm. Belə, Allahın amanında olun, Allah sizi qorusun, sağ olun, salamat qalın.